Ne oldu Paşinyan? Həqiqətən nə oldu Paşinyan? Nikolay heç nə olmayıb. O və digər populist liderlər artıq fərqindədirlər ki, postmodern dünyada insanlar həqiqət axtarışında deyillər. Onlar bir hekayə axtarışındadırlar. Ona görə də bizim bu fenomen öz rəsmi kürsünü, kabinetini tərk edərək ekran vasitəsilə insanların mətbəxinə daxil oldu. O sizə rəsmi görüşlərini, kabinetini yox, səhər yeməyini, velosiped sürməyini və insani tərəflərini göstərməyə çalışır. O təbii ki, tək deyil. Onun arxasında bir komanda var və durmadan mən sizdən biriyəm, mən əlçatmaz deyiləm illüziyasını yaratmağa çalışırlar. Nikol rəsmiyyətini sındırdıqda izləyicilərinin müdafiə və inam mexanizmində sındırmış olur. Vətəndaşlar da ona dost fiquru kimi baxırlar və siyasətçi kimi görmürlər. Bu siyasət üçün şəffaflıq və səmimiyyət deyil. Bu sadəcə hesablanmış neuromarketinqdir. Amma bu fenomen bizə nə öyrətdi? 1. Rəsmiyyət artıq ölməlidir. Yəni insanlar loqolara yox, insanları görmək istəyirlər. 2. Backstage, yəni pərdə arxası. İnsanlara mətbəxinizi göstərmək, yəni nəticələrinizi göstərmək daha çox güvən yaradır. 3. Əlçatanlıq illüziyası. Yəni müştəriyə elə hiss etdirməlisən ki, sən əlçatmaz deyilsən. Müştəri sənə toxuna bilər. Ən sonda demək istəyirəm ki, bir story ataraq ölkəni idarə etmək mümkündürsə, düzgün strategiya ilə görün biznesinizdə nələr edə bilərsiniz.